Kartofun nə vaxt yetişdiyini hardan bilim? Gördüyünüz kimi bu dəqiqə kartof, yəni intensiv kökünə qida maddələri ötürür. Yəni yumurları şişirdir. Bu dəqiqə azot sıfıra yendirilib. Sıfır deməyək, yəni tam sıfıra yendirilmədən, amma kalyum güclü şəkildə bu dəqiqə kalyum mənimsir. Kartof bitkisi kalyum. Yarpaqlar saralanda, artıq yarpaqlar yavaş-yavaş çevriləndə biz artıq biləcəyik ki, yavaş-yavaş artıq alt yarpaqlar, kartof da çıxıb bizə, alt yarpaqlar öz funksiyasını yavaş-yavaş itirir. Saralıb yarpaq ki, saraldı, artıq gördük ki, quruyur. Onda artıq bizim artıq kartofumuz yetişdiyini bilə bilərik. Yəni bu dəqiqə qumlu, qumsal torpaqlarımızda bu dəqiqə bu böyüklükdə olan kartoflara 2 dəfə su verilməlidir. Düzgün nizamlı şəkildə. Yox, gilcəli torpaqlarımızda indən belə bircə dəfə su verilsə, bircə dəfə bu irilər böyüyüb daha da iri olacaq. Sağ olun, var olun.